Şulaveri ərazisində bir neçə kənd sakinləri etiraz aksiyası keçirir. Sakinlər əkib becərdikləri məhsulları sata bilmədiklərini bildirirlər. Onların sözlərinə görə bazarda xaricdən ithal olunan məhsulların çoxluğu yerli istehsalın satışını çətinləşdirir və bu səbəbdən fermerlər zərərə düşür. Bu boyda da olmaz da ne? Her il bu vakti. Sezon vakti getirirler başımıza oynatırlar. Bu da bizim devler. Əsasən ona etiraz edirik qardaş, balaca bir devlətik. Bizim öz kənd təsərrüfatımız qalıb, qapıda bir saat bizim kənddə pomidor çıxıb, xiyar çıxıb, qalıb ortalıqda mallarımızı sata bilmirik. Burada balaca devlətdir, gəlir Azərbaycandan, Türkmenistandan, Özbəkistandan, İrandan, Türkiyədən. Bu dəqiqə hal-hazırda 30 pomidor var Nəftulluqda. Budur, məndə də videosu var, çəkib göndəriblər, bu saat görsədə bilərəm. Bizim də pomidorumuz qalıb. Hər bir kəndçinin minimum 60-70 minləri, 100 minləri şeyi var, kredisi var. Baxın, aha. Bu dəqiqə gəlib Azərbaycan pomidoru furalar dayanıb Nəftulluqda, bizim də kənd təsərrüfatımız qalıb qapıda. Bizə çox lazımdır, bizə xatyab lazımdır. Hər ildə, apreldən maya kimi biraz devlət rüsumları qalıqsın, xarici malları rastlamoşkası biraz qalıqsın, biz də sataq kreditimizi ödəyək, borcumuzu ödəyək. $200 edirlər, rastlamoşka. Qırxılıda vəziyyət nətərdir? Qırxılda tək özümüz yox. Bax, bu kəndlərdən, çox kəndlərdən işçi gəlir. Hər gün Qırxılda 200 nəfər işçi işləyir. Hərəsi 50 layirdən gündə biz onlara pul verib işçi işlədirik. Bu dəqiqə biz onlara pulunu verə bilmirik. Gətirib hamısını işlətmişik. Bu hal-hazırki vəziyyətdə satıb biz onların pulunu ödəyə bilmirik. 50 lar, 70 lar gündəlik bir işçiyə biz pul veririk. Birazdan da onların iş saatı artır, biz onlara 80-90 lar pul verəcəyik qardaş. Bunların hamısını nəzərə almaq lazımdır. Biz də o malı satıb verə bilməyəndə nə qarmalıyıq? Kredit zəng eləyir, bank zəng eləyir ki, get kreditini ödə. Mayın 1-dən 5-dən hamımızın başlayır kredit vaxtlarımız ödəməyə. Amma heç asımız hələ bir manat pul sata bilməmişik. Azərbaycan gətirib, Türkmenistan gətirib, İran gətirir, Türkiyə gətirir, Özbəkistan gətirir, Qazaxıstandan mal gəlir. Tələbimizi bizim irəli gətirsinlər. Bizim yuxarıdan bir merdiya gəlsin, bizi nəzərə alsınlar, bir kəndçilər nəzərə alsınlar. Bizi nəzərə almayandan sonra bizə nə? Gəldi bir kənddə dedi ki, hər şey yaxşı olacaq, mən kənd təsərrüfatına, inkişafına köməklik eləyəcəm hər tərəfli. İndi də qardaş gəlsin bizim dərdimizə çarə qırsın. Devlətə borcum var, bu dəqiqə zəng eləyib, patrolla qorxudur məni. Deyir, patrol qapına gətirəcəm, öyünə işinəndən alacağım. Mən nə ilə verim, əkmişəm, görsədirəm, deyirəm, bu duağı kimə sataq bunu? Nə tərsatım ki, sizin borcunuzu. Mən buna götürüb sizə borc almışam sizdən, bunu satıb sizin borcunuzu geri qatırarsam. İndi deyirəm, imkan verir, satım verim. Nəyə satım, nə tər verim? Mən bilmirəm, oradan satdığım uşağımı dolandırım, yoxsa devlətin borcunu verim. Nə tər eləyəsən bilmirsən. 2 lar 50 qəpiyə satacağım. Türk bir tərəfdən basıb, Azərbaycan bir tərəfdən basıdır. Gəlir deyir, Türkçü xiyar gəlib, Azərbaycan xiyar pomidor gəlibdir, bu qiymətdir. Gürcü də alınır, alıcı da alınır, qardaş. Xalq da bir ştırın, bir dərəsi gəlib ki, 7-8 lar yer. Odun maşı 2000 lardır. Gəlsiz avur dalğallı, cavab versin də xalqa, verir.
seçki var canında o sürebiye ses verin, o sürebiye ses verin. Böyle kuzuyu her türlü patates bileceğim. Hemen zavur dalgalı çanan Umar ocası da necə alınır? Neye göre? Ne göre? Ne sebebe göre? Kanun yok. Biz de yolları kırarında satar. Pazar sistemi ləğv olunsun. Kassa sistemi ləğv olunsun. Neye göre olunsun? Kanun da alidir. Her şey ali demek biz de aliyiz. Biz seçip koymuşuk. Hamını bizim şotumuz orada oturuptu. Niye gelmemelidir mer buraya? Neye göre? Benim kardeşim yad adamın yerinde otardığına göre dövdüler kaburgasını kırdı. Dedim benim yerimdir. Ne de bildik? Ben bir geçen yıl 15 bin yollara pul karşıladım. Malımızı çıkarttık pazara sattık ki yerimiz yoktu otarmağa. Gelseydi Gozal'da bir qəbirsenlik qalıb ha kişi. Qəbirsenlikten başka bütün yerler satılıp heyvana darayın diye verildi. Ne saklayayım? Koyun saklama, mal saklama, tövk saklama. İndi daranjir etme. Bu ne tər olur? Sözünü deməli doymazat insan doymazat dövrdə yaşamırıq mı? Sözümüzü deyirik kimə deyək? Gəlsin bir nəfər onunla biz söhbətimizi eləyək. Dövlətə qarşı çıxmırıq biz. Biz sözümüzü deyək, bir nəfər gəlsin sözümüzü deyək ki, bizim dərdimiz azlarımız var. Hamının borcu var. Hamı istəyir kəkini yaxşı qiymətə satar. Bazardan gəldim bu dəqiqə mən. 4 tula 3 var 20 qəpiyə dünən qapıda satı alan adam xiyar. Ağlayırdı belə kilar 50 qəpiyə bazarda oldu deyir. Bir gecədə 10 mini alverçi qoy qapımıza gedir orada 5 min götürür. Bizim kararımızı yerine yetin. Yolu bağlamayın. Hani ben bir saat gözləyirikən niye gelmiyor? Niye gelmiyor? Niye gelmiyor? Ego var, da ulici. Hasan gelmiyor. Ararım aga problem var. Turağaca daşava, turağaca davişava, davi qabi. Daşava bu yukarı var. Vinge onu mu taşıyor? Ha davi qabi, ha davi qabi. Vinge onu mu taşıyor? Tamam. Bir saat merdən adam gözlürük, mer tərəfdə bir nəfər gəlməyib, 2 saatda hardadılar bunlar? Bir belə cəmaət yığılıbdır. Kimə deyək biz? 2 saat biz burada deyir 20 dəqiqədən sonra, 10 dəqiqədən hardadır? Polislər bizə xidmət etsin, mücəliflər yoxsa bizi döymək etsin. Bunların ixtiyarı yoxdur biz əlini vurmağa. Har yaparlar. Niyə aparırlar bunlar? Kim dövdü? Sözünü deməyə insan gəlir, o da yoxdur. Niyə ştraf yazılanda gəlirlər ki, bu qədər ştraf yazılıb, hamı? Vecinə də döy, yazı çıxır gedir, mən milləti düşünmək lazım deyilmi? Mən gəldim cəmaata qulaq asmağa. Bəzi problemlər burada var. Nətər siz deyirsiniz? Mən istəyirəm sizə qulaq asım, ondan sonra söhbət edəyək. Başa düşürəm. Mer indi iclasdadır, rayonda gedibdir. Bilsəydi gələrdi, bir problem yoxdur. Mən nətər birinci müavin merin məni göndərdi sizin yanınıza. Lazımdırsa sonra nətər gələcək rayona, burada gələcək, ondan bir problem yoxdur. Həmən, mən sizə nə deyirəm? Lazımdırsa nətər iclas tutalacaq, gələcək rayona, gələcək burada. Biz bilsəydik bu məsələyi tərzdən. Gəl, mən sizə nə... Niyə? Gedirik deyir ki, get 4-cü gün gel 5-ci gün gel. Niye bildirmək eləmir? Bir dəqiqə. Ha, nədən ötər? Niyə görə səs vermişəm? Elə də biri mən idim. Mehran səsi ya, İlqar Əliyev. İlqar Bəli. Əliyev, sağ ol qardaş. Aha. Sizə nə deyirəm indi? Bəli. Mən gəldim sizə qulaq asım. Canı sağ olsun. Sizdə bir problem var. Ha, problem odur ki. Gəlməli idimmi? Bəli, gəldim Düz canı elədin sağ mi? olsun. Sənlə bizim Ay sağ ol. Gəlsin Mehran sözümüzü deyək. Mən sizə nə deyirəm? Mən nətər? Bəli. Nümayəndəsi gəlmişəm sizin yanınıza. Canın sağ olsun. Sizə onu deyirəm ki, gəlin bir söhbət edək. Bəli. Probleminiz nədir? Problemimiz odur ki, qardaş şakaratımızı satanmırıq. Ay sağ ol. Azərbaycan gətirib sokarın yanında eləyib. Nəftulluğu doldurub. Qardaş satanmırıq. Nəyi satamırsınız? Abi doğru, xiyardı qardaş. Qastan boş, Bir dəqiqə, mən sizdən bir xahiş eləmək istəyirəm ki, mən ki gəldim bura, ona görə sizin probleminizi eşitdim, düzdürmü? Gəlin biz sakit söhbət eləyək. Gedirik meriyə, gedirik meriyə deyirlər ki, yazıl gəl. Danışanda mən də başa düşəmirəm sonra. Gəl bir danışaq bizə yavaş. Bir danışaq, ondan sonra... Saat 5'te bazara gelirdim. Bir tır 10-12 tane de Ford. Sokarın yanında verib daldala boşaldır. Siz deyə bilərsiniz onun blompa nə şəraitdə harda açılıbdır? Mən bilmək istəyirəm. Mənim üçün maraqlıdır. Biz onda bir dənə sualımı qutarım, mən sizə müşahidə edirəm. Biz onda harda istəsək bazar qura bilərikmi özümüzə gürsündə? Kassasız,
çeksiz, bazar pulsuz. Niye mən Gürcüstan vətəndaşı bazar pulu verib satıram? O sokarın qabağında, Addelin qabağında 5 çek mal satıram. Kənd təsərrüfatı adını gətir, bu da maaş. Sabah Zahardu, Merdi, bunlar sabah bu millətlə görüşməsə, yəni burada gördüyünüz 10 qatına bu yol kəsiləcək. Mən yenə sizə deyirəm ki, Mer həmişə öz cəmaatı. Yəni bunu konkret bu hələ bir nümayəndədir. Öz xalqla həmişə görüşür. Yenə də deyirəm ki, görüşdə nə bir problem. Görüşə problem budur. Millətin problemi olsa bura gələrmi qadana? Bugünkü baş verən aksiyada yeganə səbəb ondan ibarət idi ki, xalq doğrudan da aylar ərzində əkib becərdiyi bu məhsulu özünün əməyinin nəticəsini görmək istəyir. Bunun bəhrəsini görmək istəyirdi və buna görə tələb edirdilər ki, xaricdən gələn məhsulların sayını azaltsınlar. Onu eyni zamanda bizim məhsulumuz çıxan vaxt ölkə buraxmasınlar və biz də doğrudan da bu məhsulları sataq və bu məhsulları öz məhsullarımızı çatmasını həyata keçirə bilək. Çox təəssüflər olsun ki, bugün xalqın səsini lazımi orqanlar eşidə bilmir. Onun həllinə əksinə olaraq bura dövlət güc strukturlarını tətbiq edirlər və mən düşünürəm ki, bu məsələ ilə bağlı əgər həqiqətən də dövlət dövlətçiliyini göstərərək bu məsələ ilə bağlı addımlar ata biləcəksə bu məsələnin nəticəsi ola bilər. Əks halda real ondan ibarətdir ki, həqiqətən də yenə də ziyan vətəndaşa dəymiş olur da, yenə də vətəndaşın məhsulu satılmayacaq və çox təəssüflər olsun ki, bugün biz bunun nəticəsini görürük ki, dövlət vətəndaşı deyil, öz şəxsi maraqlarını düşünür. Danışıq apardılar sizi. Apardılar heç nə, yazdılar sağ olsunlar. Heç bir Yəni narahatsınız mı? yox, xeyr. Xeyr. Yetişmədə incitmədilər, eləcə yazdılar, pozdular, buraxdılar bizi. Hər hansı bir cərimə və ya hər hansı bir şey yox. Yox, cərimə zadı olmadı. Yazdılar, buraxdılar ki, yəni ki, bu yolu kəsmək olmaz dedilər. Yəni ki, xəbərdarlıq elədilər ki, yolu kəsməyib. Bəlkə kimisə xəstəsi var, tələsir, məsəl üçün ona görə bizə güclü prezident elədilər ki, bir də yolu kəsməyiblər. Şulaveri ərazisində keçirilən aksiya zamanı əraziyə gələn Marneuli merinin muavini Georgi Qadabrelidze aksiya iştirakçılarına görüşün Marneuli meriyasının binasında keçirilməsini və merə təkliflərini orada çatdırmalarını təklif edib. Aksiya iştirakçıları isə bu təklif ilə razılaşıb.